Xalq artisti Fatma Mahmudovanın müğənni qızı Nigar Tofiq qızının bugün xeyir işidir. Axşamazın məlumatına görə Nigar duet ortağı Xan Qarxanoğlu ilə nişanlanır. Şəhər restoranlarından birində keçiriləcək məclisə Fatma Mahmudovanın sənət dostları da qatılacaq. Aktrisa bildirib ki, məclis Qarabağ adət-ənənələrinə uyğun təşkil edilib. Paruca Aytən Səfərova Türkiyəli məşhur müğənnilər Rafet El-Roman və İrem Derici ilə bir araya gəlib. Aparıcı bu barədə sosial media hesabında paylaşım edib. İstanbula gedəndə başıma çox təəccüblü və paradoksal hadisələr gəlib. Əvvəlcə onu deyim ki, saat 06:10-da uçmalı idim. Müəyyən səbəblərdən alınmadı və biletim saat 16:50 təyyarəsinə dəyişdirildi. Təyyarədə məşhur müğənni Rafet El-Roman ilə yol yoldaşı olduq. Səfərin son günündə axşam məkanlardan birində şam yeməyi üçün yer bron edilmişdi. Lakin nümayəndə heyətinə bildirdilər ki, müəyyən üzürlü səbəblərə görə rezervasiya alınmayacaq və başqa məkan seçmələri xahiş olundu. Həmin başqa məkanda isə daha bir məşhur türk müğənnisi İrem Derici ilə rastlaşdıq. O qədər səmimi bir xanım idi. Azərbaycanı sevən, bizim musiqilərdən ilham alan bir ifaçı. Açığı o xanıma çox vuruldum. Başıma gələnlərdən belə nəticə çıxartdım ki, bəzən yanlışlar çox gözəl və yadda qalan bir naxışa çevrilə bilirmiş deyə Aytən yazıb.